Herkese selam, kanalıma hoş geldiniz. Bugün sizinle banka qaynatmadan qışa necə asan pomidor saxlamaq olar videosunu bölüşürəm. Bu videomun shorts halı YouTube'da 53.000 izləndi. Ona görə də qərarı aldım ki, uzun video şəklində daha ətraflı sizlərlə bölüşüm. Pomidorları yuduqdan sonra baş hissəsini, tam ağ hissəsi gedəcək şəkildə kəsirik. Mən bu növ pomidordan istifadə etməyinizi məsləhət görərdim. Çünki bu növ daha şirəli və dadlı olur. Sap hissəsini kəsdikdən sonra bıçaqla üzərində bir neçə dəlik açıb bu formada soba listinə düzürük. Bu bişirmə qaydası ilə bankaları qaynatmağa ehtiyac yoxdur. Yetər ki, pomidorların içərisinin bişdiyindən əmin olmaq lazımdır. Öncədən qızdırılmış 180 dərəcəli sobaya bişməyə qoyuruq. 15 dəqiqə bu şəkildə alt-üst rejimdə bişdikdən sonra 15 dəqiqədə fan, yəni ventilyator rejimində bişiririk. Pomidorlar bişib, üzəri bu şəkildə qabıq qoymalıdır. Bişdikdən sonra pomidorlar öz şirəsini salacaq. Öncədən steril etdiyimiz bankalara sobadan çıxardığımız pomidorları yerləşdiririk. Bu tip videolarımın gəlməyini istəyirsinizsə kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Pomidorları sobadan çıxardıqdan sonra elə isti-isti yığmaq vacibdir. Pomidorları elə öz suyu ilə birlikdə bankalara doldururuq. Bu formada pomidoru isti yeməklərinizdə, pomidor yumurtada, istər də tomat kimi istifadə edə bilərsiniz. Və göstərdiyim miqdarda duzu əlavə etdikdən sonra steril etdiyimiz qapaqlarla ağzını möhkəm bağlayırıq. Bu banka ölçüsünə yarım çay qaşığı ölçüsündə duz istifadə edirəm. Onu da qeyd edim ki, ağzını yaxşıca bağladıqdan sonra üzərini yaxşı bükürəm. Soyuyana dək ən az 2 gün bükülü şəkildə gözlədirik. Tam soyuduqdan sonra bir müddət soyuducuda və yaxud sərin otaqda saxlayırıq. Az qalsın burada balaca qızım bankanı sındırmaq istəyirdi, amma yaxşı qurtardıq. Hər birimizin rozisi bol, süfrəsi bərəkətli olsun. Bu hazırlama qaydasında sirkəyə, əlavə dadlandırıcılara heç ehtiyac yoxdur. Buraya qədər gəldinizsə kanalımı izləməyi, videolarımı bəyənməyi və sevdiklərinizlə paylaşmağı unutmayın. Hər birimizin rozisi bol və bərəkətli olsun.